Hoş gördük benim əzizlərim, canlarım, doğmalarım. Lüks-lüksdə sizin hamınızı hoş gördük. Bu günləri ənənəyə sadiq olaraq yine de benim ad günüm, doğum günüm özde elə belə gün deyil, elə belə yaş deyil, canlarım yubileydi. 5 üstə gəl 5 yaşım olur. Fəxr edirəm yaşımla. Çok sevirəm ad günlərimi. Bu bayramı çok sevirəm. Yine de ənənəyə sadiq qalaraq. Ad günümü sizlerle, sənət dostlarımla, konsert formatında, ne bileyim, eğlence, show şeklinde istəyirəm qeyd edən 40 ildir ki, bu ad gününü mən qeyd edirəm sizlerle. Bura gelen her bir insanın mənim həyatımda, hələ mənimlə illər boyu sənətdə yürüyen sənət dostlarımı, müəllimlərimi, güzel büyük bəstəkarlarımı yəni demirəm. Ona göre demək istəyirəm ki, canlarım, siz hamınız hoş gəlmişsiniz. Benim bu xoşbəxt günümə, doğrudan da benim için ad günü en xoşbəxt büyük bayramlardan biridir. Xoşbəxt günümdə məni xoşbəxt edən gəlişiyle, sevgisiyle, musikisiyle, təbrikiyle xoşbəxt edən hər bir kəsə, hər bir sənət dostuna, her bir burada iştirak eden insana derin minnettarlığımı bildiriyorum. Bravo! Çok sağ olun. Bu dizisiniz için, bizim için vermezlerim. Bir günde biraz da olsa biz de dinlenek, eğlenek. Bak bugün hemen o gündü ki siz özünüze bütünlükle böyle rahat olmalı icazə verebilirsiniz canlarım. Medya dostlarımız, burada olan her bir insan, hamıya tanış olan insanlar. Ben isterdim ki bu günleri hamımız doğrudan da o havada olar ki, bugün bize de dincəlmək olar. Ona göre sizin hamınıza hoş istirahat, güzel eğlence ve şamplena ehval ruhiye anlatılır. Gelin gürültülü alkışlarımızla Aygün Hanım'a salamlayaq. Tural canım, bilirsen ki programla da her şey. Ben de gedirəm jurnalistlərimin yanına. Onlarla tez sual cevap edirəm əzizlərim. Siz yiyin, için dinlənin. Tural'ın güzel sözləri.